Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Növbətçilər İctimai Birliyi Mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Nəzər çatdırım ki, biz bir neçə ay bundan öncə Göyçay Ucar yolunda çəkiliş etmişdik. Yəni radarın qoyulması ilə qədər müraciət etmişdik. Həmin çəkiliş paylaşıldı. Bugün nəticə etibarilə doğrudan da çox gözəl oldu ki, bu məsələ öz həllini tapdı. Yəni edilən müraciətin nəticəsi, ictimai nəzarətin, yəni etdiyi müraciətin çəkiliş nəticəsi özünü göstərdi və Göyçay Ucar yolunda deyilən yerdə Malış kəndinin, yəni ala qapısının yanında, obyektlərin yanında, yaşayış evlərinin yanında radar quraşdırılır artıq. Artıq quraşdırılır. Bu çox sevindirici haldır. Mən bir daha doğrudan da bugün qeyd edim ki, Azərbaycan Respublikası hüquqi bir dövlətdir. Dövlətimizdə hər hansı bir müraciət olursa, bir işlə əlaqədar artıq qurumlara dərhal məsələ həllini tapır və bu məsələ də bugün öz həllini tapdı. Mən çəkib öz təşəkkürümü bildirəcəm. Artıq qurumlara çox sağ olsun ki, bizim müraciət yerində də həllini tapdı. Mən artıq təqdim edirəm. Bax, Göyçay Ucar yolu. Bu yolun üstündə, yəni burada avtomobillərin sürətlə hərəkəti insan həyatına təhlükə yaradırdı. Burada dəfələrlə burada vətəndaşlar müraciət etmişlər. Bizə də xahiş etdilər ki, biz də ictimaiyyətçi olaraq bu işdə fəal olaq, aktiv olaq və burada çəkiliş edək. Biz də bu məsələni çəkdik, ictimaiyyətləşdirədən sonra artıq adəti qurumlar yəni bu işə əməl elədi. Artıq məsələ həllini tapdı. Bax, gördüyünüz kimi radar quraşdırılır. Bu o deməkdir ki, bax, bu yolda artıq təhlükə aradan qaldırılacaq. İnsanların, belə deyək, həyatı təhlükədən qurtaracaq. Çünki doğrudan da radarların olması, belə deyək ki, sürücülərdə də böyük bir məsuliyyət yaradır ki, sürət həddini aşmırlar və qanuni sürətlə də hərəkət edirlər. Mən bir daha bütün birliyimiz adından, birliyimiz sədri Təyyar müəllim Zülfikar adından adəti qurumlara təşəkkür edirəm. Çox sağ olsunlar. Mən xüsusən qeyd edirəm, Yolüstü Nəqliyyat Agentliyi doğrudan da edilən müraciətlərə baxırlar çox vaxtı. Və bu da müraciətlərin biridir ki, burada zəhməti keçən hər bir təşkilat sağ olsun ki, bu işdə fəallıq göstərdi. Bəli, radar hal-hazırda quraşdırılır. Mən bu günü çəkib təqdim edirəm. Deməli, 18 dekabr 2025-ci il. Eşq olsun, bəli, doğrudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ki, onun göstərişləri yerlərdə daima öz nəticəsini göstərir. Və hər kəsə bugün sevinir ki, bu yolun təhlükəsizliyi təmin olundu. Diqqətiniz üçün təşəkkür edirəm.